Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllim və şagirdlər. Gəlin belə bir integralın sual izahına baxaq. Deməlidir ki, integral tangens x bölünsün kosinus kvadrat x dx. Bu integralı tapmaq tələb olunur. Mən burada ilk növbədə yazaram ki, integral tangens x vurulsun 1 bölünsün kosinus kvadratı x dx və belə bir şey deyirəm ki, integral tangens x vurulsun 1 böl kosinus kvadratı x'in əvəzinə yazaram ki, d tangens x. Çünki tangens x'in törəməsi, daha doğrusu diferensialı 1 bölünsün kosinus kvadratı x dx verir. Ona görə indi burada tangens x'a bir y kimi baxsaq, integral olur y dy bu şəkildə. Bu da bizə verir y kvadratı bölünsün 2 plus c və burada da deməli bizim integral olacaq tangens kvadratı x bölünsün 2 plus c. Belə.